Salam, hər vaxtınız xeyir olsun. Yeni bir vloguma xoş gəlmisiniz. Hər biriniz mənim gözəl göyçək xalalarım, qızlarım, analarım. Xoş gəlmisiniz. Necəsiz? İnşallah hər biriniz yaxşı olasınız. Evimə, mətbəximə xoş gəlmisiniz. İşığı yandırdım. Əhvalım yaxşıdır. Çünki niyə? Hava qəşəngdir. Yaz qoxusu gəlir havadan, amma yaz deyil, payızdır. Səhər-səhər durmuşam. Həmişəki kimi toyuq. Artıq hər gün demək olar ki, toyuq bişir. İlk dəfədir zoğal turşusunu əlavə eləyəcəm ki, biraz turşuluq versin. Və belə. Qalmışıq toyuğun umuduna. Hələ ki, bu xəstəlik də qutarmayıb ki, bitməyib ki, biz də keçək ət başlayaq almağa. Düzdür, bəziləri alır. Biz də keçən dəfə bir dəfə aldıq, amma tanış adamdan aldıq. Ondan sonraki hələ ki almamışıq. Səsim nə oldu? Bunu elədim, amma qızlar, düyüm yoxdur. İndi bastırma saat indi 11-in yarısıdır. Elə durdum, bir-iki dənə qabım vardı. Onları yudum, paltalarım vardı. Paltaları sərdim. Qalan paltaları atacağım maşına. Keçən dəfə paraşok da aldıq. Həmişəki kimi Aksel'in 9 kiloluğunu. O həm sərf eləyir, həm qiymət baxımından, həm də ki paltaları da pis yumur, yaxşı. Bu paraşoku göstərim sizə. Harada yazılı bu? Belə göstərim də baxın. Bunun mavisini alıram. Həm ağlar üçündür, həm də rəngli paltarlar üçün ümumiyyətcə eləncə götürürəm. Ümumiyyətcə universal həmişə alanda universal alın ki, sizə daha rahat olsun da. Həm qənaət eləyəcəksiniz, həm də ki, işlədəcəksiniz də, rahatdır. Onun yerində paltar yuyan maşın nəsə yaxşı, son vaxtlarda yaxşı yumur, xoşuma gəlmir. Artıq bu 2 həftənin içərisində 2 dəfə mən onu təmizləmişəm. Yenə görürəm ki, yenə yaxşı yumur. İndi bir dəfə soda ilə yoxlayım. Soda, bir də Domestos alacağım. Domestos onun bütün rezinləri. Bilirsiniz, yuyursan, sonra kir yığılır orada. Paltalar da yaxşı şey olmur, siz deyin. Yenə deyirəm, mən istədiyim kimi yumur. Axır vaxtlarda çay dəsmallardır, sonra belə stol dəsmallardır. Onları götürürəm, şey eləyirəm, qaynadıram, ondan sonra istifadə eləyirəm. Yuyuram, atıram maşının içərisinə. Bax, onda qəşəng ağarır. Onu da ki, eləyəndə bütün hər yer buxar olur. Və belə. Bu hazırdır. Gedərəm, qara stiyotda götürəcəm. Qara stiyotda götürüm. Onu da əlavə eləyərəm onun içərisinə. Nəsə, qara stiyot daha istəyirəm. Belə. Burada da toyğum var. Düzü, mən bunları yeməyəcəm. Aş istəmirəm yeməyəcəm. Qızlar, gəldim, evdəyəm artıq. Düyünü aldım, süzmüşəm. Süzmüşəm qızlar. Yağı əlavə elədim, biraz altını qızdırdım ki. Çok ayağa koymuştum. Qızdırdım ki, yağ ərisin. Düyünü əlavə eləyəcəm. Qızlar, çoxunuz yazırsınız ki, çoxunuz yazırsınız ki, toyuğu düz, qızart, sonra onun üstünə əlavə elə. Mən eləmişəm, eləncə bizdə sevməyiblər. Heç xoşlamayıblar eləncə. Ona görə necə yeyirlərsə, bax, elə hazırlayıram. Yəni, hər ailənin özünə görə öz damaq, ağzın bir damaq dadı var da. Ona görə bunlar belə yeyirlər, evdəkilər. Nəlbəkini çıxardım, nəlbəkini.
Nəlbəki ilə başlayaq. Özü birinci düyünü əlavə edirəm biraz yarısına çatanda. Niyə? Çünki toyuq ki bişir, onun sokus ki tökülür. Onu məndə məsəl üçün evdə çox xoşlayırlar. İminə o axşaq hissəsini çox xoşlayırlar. Onu görə belə edirəm. Düyünü də ki tam bişirməmişəm. Çünki toyuğu qoyacam bişməyə, tam bişirmirəm. Çünki tam bişirsəm, düyü olacaq, həll olacaq. Şey eləmədim, zəfəran dəmləmədim. Tez bunu eləyib evdən çıxacam. Evdən çıxacam, işim var, bir-iki dənə işim var. Onları görüm, gəlim. Sonra görüm, uşaqların otağını görüm, pəncərəsini silib, pərdəni dəyişə bilirəm. Yaxşı dənə-dənə çıxıb düyü. Qızlar, aşı bişirdim. İndi keçmişəm öz yeməyimə. Badımcanı çorkadan keçirdirəm. Nəzrinlə mən yiyəcəm deyə 3 dənə badımcan götürdüm. Bunu çorkadan keçirdəcəm. Biberləri də xırda-xırda eləyəcəm. Pomidor, soğan, hamısını xırda-xırda qarışdıracağım. Duzunu, istiyorunu vuracağım. Və bir dənə qabın içərisində yağ töküb, balaca yağ töküb. Qoyacağım duxovkaya, bir də yumurta. Qoyacağım duxovkaya pişsin. Qızlar, arılamaq o demək deyil ki, sən duzsuz, dadsız yeməklər yiyəsən. Yox. Sadəcə olaraq gündəlik kalori debiti eləyirsən və qəşəngdə arılayırsan. Qızlar, bir də o nə deyəcəkdim sizə? Dünənləri mən dedim ki, dünənki videoda dedim ki, bəs kofe məndə məni təzyiqimi salır da. Bir çox hanımlar yazdı ki, bəs şeydir, kofe təzyiqi qaldırır. Bunu da eləyim. Kofe təzyiqi qaldırır. İnan siz, girdim Google'a, axtarış verdim, görəsəm doğrudan kofe təzyiqi qaldırır. Orada da yazdı ki, kofe təzyiqi qaldırır. Amma məndə kofe mənim qiymətini bilirmi? Təzyiqimi salır. Bax, keçən səfər hara gedirdik, qonaq gedirdik. Gördüm ki, nəsə kürəyim tutmaq istəyir. Belə qəribədir. Məndə həmişə təzyiq olana yaxın, məsəl üçün bilirəm ki, o təzyiqim qalxır da yavaş-yavaş. Kürəyim belə ovcalayıram ki, belə əzilir də mənim, ağrıdır. Ölçdük, gördük ki, yavaş-yavaş qalxır, 140-a gedir. Tez götürdüm, kofeni dəmlədim, içdim onu. İnanın, 10 dəqiqə keçməmiş mənim təzyiqimi saldı aşağı. Yəni o ola bilsin ki, orqanizmdən orqanizmə asılıdır. Kimdə necə kofe təsir edir? Məndə şəxsən mənimki şey eləyir, siz deyin, yaxşı aşağı salır. Ona görə də o mənlik deyil də, yəni.
əməli başdır. Yəni yalan zad demirəm də. Yəni məndə belə, məndə obratno reaksiya verir kofe. Sizdə bilmirəm, amma məndə obratno verir. Belə deyim, lobyadır, badımcandır, ondan sonra mən tərəvəzlər ümumiyyətcə hal-hazırda ucuzdur. Alıb istifadə eləməyə lazımdır yəni. İndi bunu elin gedib uşaqların otağının pəncərəsini silin və pərdəsini dəyişəcəm. Soğanı az vurdum. Çünki Nəzrin sevmir. Bunun içərisinə də pomidor da eləyəcəm. Amma qabıqla pomidora baxın da. Düzü indi pomidor vaxtı deyil də. Onsuz da belə eləyəcəm. Bir də kimin mədəsi ağramırsa, həssas deyilsə, pul biberdən çox istifadə edin. Gözlər açıq yedim. Bu belə. Biraz tuzunu tökürük. Çox yox, biraz. Bəsdir. Pul biber. Bu bizim Nəzrinlə həm günorta, həm də axşam yeməyimiz olacaq. Və belə. İndi yumurtasını da vurum. Soğanı az elədim, çünki Nəzrin soğan sevmir. Şu baxın belə. Oy. Şu qızlar, bax, bir balaca yağ tökdük. Yağ tökdük. Belə eləyirəm. Lap belə yağsız da olmasın. Biraz oldu, bəsdir. Tərə yağıdır. Duru yağdırsa, onda hardasa bir götürə bilərsiniz də bir, deyim, bir xörək kaşığı. Bunu qarışdırıram, tökürəm içərisinə və qoyuram sobanın içərisinə. Bunu 4 yerə böləcəm və yeməyimizi yeyəcəyik. Əslində bunun üstünə qızlar Holland pendiri də tökə bilərsiniz. Amma Holland pendiri bir balaca tökülsə biraz kalorin olacaq. Belə. Bir də onu deyim ki, Holland pendiri töksəz, elə bir ki, əgər siz çəkinizi saxlamaq istəyirsinizsə, qorumaq istəyirsinizsə, hə, əlavə eləyin, eləncə qidalanın da, yəni. Şöbə, bu belə. Üstünə gölgərti də olar. Mən də tökməyəcəm. Qızlar, baxın, qoydum. Belə. Qəşəng. Qoy bişməyində olsun. Belə qızlar, gəldim. Gəldim uşaqların otağına. Bir dənə buranı eləyək. Bunu götürüm. Bunun plastmasları vardı. Bunların plastmaslarını götürmüşəm. Bu qalsın belə. Bu pərdəni götürəcəm. Bu bir dənə siləcəm buraları. Все. Sonra taxaram. Belə.
Pəncərəni də sildik. Bu qara ləkədir, o da getmir. Oley. Все qızlar, bunu da elədik. Bu da bitdi. Bura hələ dəmir şey qoymayacağam. Qoyum kənara. Nə vaxt paltar qurutmaq lazım olsa onda gətirib taxarıq. Все. Yaşıl rəngindədir qızlar, amma beləncə görsənmir. Belə heç rəngi o deyil ha, heç o rəng deyil də, yəni həyatda tamam başqa cür göstərir. Gəlin belə göstərim, bax belə. Özdə daha belə biraz necə deyim, canlıdır da rəngi. Yəni ekranda niyə belə görsənir, mən bilmirəm. Bunu yuyacağam, yuyaram, sonra taxaram. Quruyar, sonra taxaram. Qızlar, burada polka var idi. Bax bu polka. Bunu götürdüm, çıxartdım. Belə daha yaxşıdır. Bir dənə şpaklovka gedib üstündən də emulsiya eləmək olar. Bir əllə eləyə bilmirəm. Bir əllə işləmək olmur. Qızlar, belə maşını da qoşacağım. Belə qabları yudum. İndi gedim o birisi otaqdan da şeyləri gətirim. Maşının içərisində yığım. Onları işlədim, qoyulsun. Axşam yeməyim saat neçədir indi? Saat 37, 17:37. Yeməyi yavaş-yavaş qızdırım. Biz yeməyimizi yeyək. Belə bir ləzzətli bir yemək alındı. Qızdırmayım. Nəzindən mənim. Yəni 4 yerə böldüm. Günorta bir də axşam. Birazdan yeməyimizi vaxtıdır.
Bu bizim axşam yeməyimiz qızlar. Bu niyə beləcə işıq? Ya qaranlıqdır, ya da nədirsə telefondandır. Nəzinə biraz qreçka qoydum. Çörək verim balaca sənə, qara çörək. Hə? İstəmirsən? Qızım seni. Balacadır da, yəni badımcanı da. Bu mənim yeməyimdir, bu da Nəzirindir. Nəzir hazırlığa getdiyi üçün onu qreçkada qoydum. Axşamdır artıq. Biz nuş eləyək, yeməyimizi yeyək. Yanında da ki, heç bir şey. İndi düzdür. Evdə kök, kələm, yanında kök salat ola bilər, kələm salatı ola bilər. Sonra Nəzir. Biraz sakit işte də ona. Elə bütün hirsi şeydir sənə, xurt. Hə, yanında kök, kələm, kaxı, ondan sonra nə ola bilər? Heç ayrı vaxt belə səslər çıxmaz bu qızdan. Hə, beləncə biz nuş eləyək. Sonradakı maşını qoşaram. Belə qızlar qabları yudum. Bir dənə maşında işlədək. Maşını doldurdum. Bu birinci bir partiyadır, birinci partiya. Gəlin belə eləyək də. 800-ə qoyaq, qoy. Bu işləsin, bu yulsun, qutarsın, sonra o birisləri də atarıq maşına. Bu belə. Bu yuldu. Ay, yerə sürtüldü ki. Все qızlar, indi birazdan ikincisini də qoyun qoşulsun. Gedib paltarları sərək. Все. Bağdan da bunlar gəldi. Yaman duzdu yox. İstiotda çıxıb ha qızlar. Dəhşət dərəcədə istiotda çıxıb. Bunları soyuducudan gətirdik. Bunlar nədir belə? Smarodinadır. Smarodina mürəbbəsi. Sonra pomidor. Bu da qıçqırıb. Qalıb orada. Bu da zoğaldır. Da tomatlardır bunlar. Tomatlardır da. Bu da smarodinadır. Belə. Bunları qoyacağım. Qızlar, paltarları sərdim axşam. Çox qəşəng hava var, dəhşət dərəcədə hava var. Özdə duman da gəlir, sabahları dəhşət isti olacaq. İstəyirəm mən sizinlə burada sağollaşım, hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Ümid edirəm ki, videonu bəyəndiniz. Sağ olun, sağlıqla qalın. Sabahları buraları yığışdıracağım. Bir-iki dənə yarpaq tökülüb, nar var idi. Onları yığışdım, buraları yığışdırım. Kartofları qoyacağım bura. Belə. Öpürəm. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.